siz mi xərcbində gəldiniz? Siz yoxdursunuz. Qırılmışın hamısı dəlidir. Astara 4 saylı dəlxana. Rəna Hüseynova və Nigar Novruzova. Bunlar dəlxanadan qaçan və özlərini məktəb rəhbəri zənn edən iki dəliyə oxşayırlar. Özlərini rəhbər zənn etmələri məktəbdə hər kəsə ciddi ziyan verir. Psixoloq onları sağaltmağa çalışır. Lakin bundan imtina edərək fironluqda israr edirlər. Yaxşı ki, psixoloq eksklüziv görüntülər çəkib. Bu dəlilərin şagirdlərin başına hansı oyun gətirmələri, psixoloqa nələr etmələri, məktəbi necə dəlixanaya çevirmələri sübutlaşdırılıb. Məsələn, burada direktor güya əks həmlə edir və telefonu anidən psixoloqa tuşlayır. Sanki psixoloqun əlində silah varmış və bu da tez tapancasını çıxarıb cavab atəşi açır. Dəlidir də, dəlidir. Bəli, özü də lab zırlamasından. Ya da bu kadrlara diqqət edək. Kameranı görüb, özlərini yığışdırmaq əvəzinə daha böyük həvəslə kötəkləyirlər. Uşağı kamera qarşısında döymək üçün nə qədər səfeh olmaq lazımdır. Bu arada döyülən şagirdlərdən biri hadisənin təfərrüatını açıqlayıb. Deməli, şagirdi döyür, bu an başqa şagirdin gülməyi gəlir, onu da basıb döyür. Sonra bu səfər başqa şagirdin gülməyi gəlir, onu da döyür. Beləcə, son şagirdə qədər domino daşları kimi hamısı yıxılır. Yaxud da bu kadra baxaq. Psixoloq deyir ki, sən qanunlara zidd olaraq öz oğlunu işə götürmüsən. Yəni, korrupsiyaya yol vermisən. Direktor nə cavab versə yaxşıdır? Deyir, bəli, etmişəm, amma sənə dəxli yoxdur. Özüm bilərəm. Oğlunuzu texnik yazdırmısınız ama bu yoktu burada. Burada yoktu, yoktu. Özü öz ağzı ilə deyir ki, mən korrupsionerəm. Yəni deyir ki, regional müdüründə, nazirin də xəbəri var. Narahat olma. Qaydaq psixoloqun əsas narahatçılığına. Bullingə. Psixoloq etiraz edir ki, uşaqları niyə döyürsüz? Direktor nə etsə yaxşıdır? Kreslodan qalxıb psixoloqun üzərinə cumur və onun özünü döyməyə çalışır. Siz burada, siz mi xərcbində gəldiniz? Siz yoxdursunuz. Elimi dartmayın. Yəni, demək istəyir ki, sənin özünə bu dəqiqə yardım edən lazımdır. Sən kimə yardım edirsən? Bir sözlə, psixoloqun özünü döyməklə şagirdlərin döyülməsi məsələsini bağlayır. Və ən dramatik, ən dəlisov xəbəri isə sona saxlamışıq. Direktor təhlükə hiss etdiyi üçün psixoloqun özünü işdən çıxarıb. Deyib ki, bura dəlixanadır, ağıllıya yer yoxdur. Üstəlik də sənin müalicə metodun heç bir effekt vermədi. Psixoloq işdən niyə çıxarıldığını soruşmaq istəyib. Direktor təbii ki, heç bir izah verməyib. Əvəzində yenə ayağa qalxıb ki, şapalağını işə salsın. Yaxşı ki, bu dəfə psixoloq cəld tərpənərək öz otaqdan çıxıb. Direktorun etdikləri hələ faciə deyil. Dərd burasındadır ki, regional müdir Bəhruz Mehdiyev bu dəlini dəstəkləyib. Bildirib ki, direktor bizə uyğundur. Zaten biz elə özümüz də ağıllı deyilik. Və ən pisi odur ki, nazir də elə bunların ağlındaymış. Əks halda məsələyə müdaxilə edərdi. Nə deyək? Əlisi dəli, vəlisi dəli. Qırılmışın hamısı dəli. Direktor əgər dəlidirsə, ümid regional müdirə qalırdı. O da dəlidirsə, əlac, elm və təhsil nazirinə qalırdı. Amma əgər nazir də dəlidirsə, onda işimiz ancaq Allaha qalıb. Vallah, bunlara ancaq və ancaq ağıl duası lazımdır. Bax, qoy kəllövə. Bu ağıl duasıdır. Allah sənə ağıl verəcək o saat. Bir xəbər, bir şərh. Həm xəbər verən, həm də şərh edən yeganə kanal. Fərqliliyimiz gücümüzdür. Abunə olun ki, fərqlilik görəsiniz.